Qanun layihəsinin mahiyyəti Rus mənşəli kənd adlarının dəyişdirilməsidir. Az24 xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin bugün keçirilən iclasında Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov bildirib. Vladimirovka və Alekseyevka kəndlərində ilkin dövrdə əsasən Rus etnik mənsubiyyətli şəxslər yaşayıb. Hazırda əhalisi 3437 nəfər olan Vladimirovka kəndində Rus etnik mənsubiyyətli cəmi 7 ailə var. Əhalisi 3719 nəfər təşkil edən Alekseyeva kəndində isə Rus etnik mənsubiyyətli şəxs yoxdur. Adı çəkilən kəndlərdə müxtəlif etnik mənsubiyyətli şəxslər yaşayır. Əhalisi 2567 nəfər olan Timiryazev kəndinə ad 1965-ci ildə verilib. Kənd 1929-cu ildə yaradılan savxozun bioloq alimi Klement Timiryazevin şərəfinə belə adlandırılıb. Bu kənddə də hazırda Rus etnik ailə yaşamır. Komitə sədri bildirib. Qeyd edək ki, layihəyə əsasən Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılacaq.